Bura qəbirstanlıqdır. Hər bir kəsin gedəcəyi son ünvan. Və burada fərqi yoxdur, sənin avtomobillərin, evlərin, imarətin var və yaxud ümumiyyətlə sənin heç bir şeyin yoxdur. Hər kəsin gedəcəyi son duracaq, bax məhz buradır. Ona görə burada bir sual yaranır ki, niyə görə biz bir-birimizə pislik eləyirik? Niyə görə bir-birimizə paxıllıq eləyirik, pis söz deyirik? Niyə dəstək olmuruq? Niyə xoş söz demirik? Niyə görə bacardığımız qədər yaxşılıq eləmirik? Bir şeyi unutmaq lazım deyil ki, hər kəs bu dünyadan köçəndən sonra ondan soruşulmayacaq ki, nə qədər pul qazanmısan, niyə belə az, niyə belə çox? Soruşulacaq ki, kimliyindən asılı olmayaraq, imkandan asılı olmayaraq kiməsə yardım eləmisənmi? Kiməsə dəstək olmusanmı? Kiməsə ən azından xoş bir söz demisənmi? Ailəvə, ətrafa az da olsa köməklik eləmisənmi? Ona görə də biz çalışmalıyıq, bir-birimizə dəstək olaq. Dünyanın ən varlı və ən bahalı yeri nə Amerika, nə Dubay, nə Monaco deyil. Ən varlı və ən bahalı yer elə bax bura qəbirstanlıqdır. Çünki burada reallaşdırılmamış arzular yatır. Kiminsə bir biznes planı, biznes proyekti vardı, amma o çatdırmadı, artıq yerin dibindədir. Kiminsə bir mahnı bəstələmək istəyirdi, amma o çatdırmadı, o artıq yerin dibindədir. Kimsə bir kitab yazmaq istəyirdi, amma o çatdırmadı, artıq yerin dibindədir. Sənin isə hələ də vaxtın var. Amma sən qorxursan ki, filan kəs belə deyir, filan kəslər mənə inanmır, deyirlər, yox səndə alınmaz. Öz üzərinizdə işləyin, pozitiv olun, bir-birinizə xoş söz deyin, çalışın, oxuyun, savad alın, maksimum öz üzərinizdə işləyin ki, uğur qazanasınız. Çünki bizim bir şansımız var, cəmi biz gedəndən sonra artıq qayıtmayacaq. Ona görə çalışın, vaxtınızı, zamanınızı doğru düzgün istifadə eləyin. Bir-birinizə xoş söz yazın, dəstək olun. Fərqi yoxdur, kimliyindən asılı olmayaraq. Mən İsmail Hüseynli sosial şəbəkələrimi açanda məqsədim o idi ki, insanlara, millətimə, dövlətimə bacardığım qədər tam təmənnasız faydalı olum. Əsas odur ki, dua eləyəsiniz. Hal-hazırda artıq ingilis dilində olan videolarla bütün dünyada öz əziyyətimlə tanınıram. Həm də çalışıram sizlər də biləsiniz və hər videomun sonunda deyirəm ki, mənim adım İsmail Hüseynlidir və mən Azərbaycanlıyam ki, hər gün milyonlarla xarici insanlar Azərbaycanın ismini eşitsinlər. Bilsinlər ki, Azərbaycanın İsmail Hüseynli kimi, sizin qardaşınız kimi bir evladı var. Allah hər birimizə qorusun. Allah mənim dövlətimi, millətimi qorusun. Allah mənim dostlarımı qorusun. Hər bir izləyicimi qorusun. Var ol.